nə baş verdi ki, birinci Dara farsların Mada üzərində qələbəsini sevinclə Bistun qayasında rəsm etdirərək 3 dildə yazdırmışdı. Biz tarixə baxdıqda görürük ki, artıq qeyd etdiyim kimi Kiaksar Sak bəylərini qonaqlığa çağırır, onları zəhərləyərək öldürür və bundan sonra Kiaksar o coğrafyanın ən güclü dövlətinə çevrilmiş olur. Və Kiaksardan sonra onun oğlu hakimiyyətə gəlir, Astiaq. Və Astiaqın qız nəvəsi 2-ci Kir daha sonra hakimiyyətə gəlir. Biz Herodota baxdıqda görürük ki, Astiaq 2-ci Kirə qarşı mübarizə aparmışdı, savaş baş vermişdi və daha sonra 2-ci Kir qələbə qazanmışdı. Bu qələbənin sonunda Astiaq o sarayda yaşamışdı və ölmüşdü. Və Herodotun yazdıqlarından biz müəyyənləşdiririk ki, eramızdan əvvəl 553-cü ildə Kiaksarın baş sərkərdəsi Harpak 2-ci Kiri, yəni Kiaksarın qız nəvəsini təhrik edir ki, hakimiyyətə gəlsin və nəticədə 2-ci Kir, Böyük Kir qələbə qazanır. Və Herodot yazdığa görə güya ki, Astiaq yuxuda görür ki, onun hakimiyyətini onun qız nəvəsi əlindən alacaq və maqlarla məsləhətləşir ki, mən nə etməliyəm? Maqlar da deyir, onda sən gəl bunu türk olmayan, mad olmayan birinə ver ki, o hakimiyyətə gələ bilməsiniz. Bildiyiniz kimi türk törəsində nədir? Türk olmayan, yarı türk soyu hakimiyyətə gələ bilməz. Və bu səbəbdən də Astiaq öz qızını Pars, artıq yeni mələz xalqın nümayəndəsi Kampizə verir. Və Kampisdən Kir dünyaya gəlir. Lakin bundan sonra güya Astiaq yenə yuxu görür və yenidən bu zaman o baş sərkərdəsi Harpaqa əmr edir ki, apar mənim nəvəmi öldür. Lakin Harpak onun nəvəsini öldürmür, aparır bir çobana verir və bu hadisədən daha sonra xəbər tutan Astiaq nəvəsini geri gətirir və öz sarayında böyüdür. Lakin rəvayət bu, o Harpaqın oğlunu öldürtdürür və onun ətindən kabab etdirərək xəbəri olmayan Harpaqa yedizdirir. Və təbii ki, şaha heç nə edə bilməyən Harpak bunun qisasını Kiri hakimiyyətə gətirməklə güya ki almışdı. Yaxşı, burada sual oluna bilər ki, Astiaq nəvəsini öldürtmək istəyirdisə, niyə sonradan onu sarayına gətirib yaşatdı? Savaş olduqdan sonra, niyə 2-ci Kir qələbə qazandıqdan sonra Astiaqı öldürməyib ölənə kimi, öz əcəli ilə ölənə kimi sarayda yaşatdı? Və indi bunu anlamaq üçün biz Kir və Kampis adlarına baxmalıyıq. Demək, 2-ci Kir, Böyük Kirin atasının adı Kampisdir və onun oğlu 2-ci Kirin adı isə Kirdir. Yəni Astiaqın vaxtında ona Kir adı verilibdir. Mən artıq söyləşinin əvvəlində qeyd etdim ki, türklərdə bir qor kültürü olmuşdu və bu qor kültüründən Qoroğlu və Dədə Qorqud inancı formalaşmışdı. Və buradakı qor sözü günəş sözü ilə eyni kök olub və həmçinin hakimiyyəti təmsil edən bir titul olmuşdu. Dolayısıyla Dədə Qorqud, yəni müqəddəs qor, müqəddəs günəş, müqəddəs hakimiyyət mənasına gələn bu söz Dədə sözü ilə Ağsaqqallar Şurasının ən üst titulunu ifadə edirdisə, Kör oğlu, Qor oğlu isə həmin rütbənin demək hərbi rütbəsini ifadə edən söz olmuşdu. Biz tarixdə fərqli Koroğlu dastanlarının olduğunu bilirik. Sadəcə olaraq biz bu fərqli dastanların fərqli türk boylarında, fərqli regionlarda öz çağına uyğun yenidən modifikasiya edərək yazdığını görürük və sonuncu Koroğlu dastanı da Azərbaycanda gəlir. Türkmənləri, Qızılbaş türkmənlərini qıran Osmanlı sultanı və paşalarına qarşı vuruşan igidə Koroğlu deyilir və bu Koroğlu sonuncu versiyası 16-cı əsrdə köhnə dastanın üstünə yazılmışdı. Bütün bunları deməkdə məqsədim nədir? Demək ki, həmin qor sözünü Astiaqın vaxtında Kampis öz oğluna verərək türk inancını, kültürünü yaşatdığı Astiaq şaha göstərməyə çalışırdı. Yaxşı, Kampis sözü özü nə deməkdir? Dilçilər iddia edir ki, Kam sözü fars dilində arzu deməkdir. Qama çatdım deyirsəni. Bu fars dilinə aid edilir və buradakı Kampis sözünün də demək Kam hissəsinin arzu, biz hissəsinin isə hər hansısa qeyri-müəyyən bir şəkilçi olduğunu düşünürlər. Lakin biz tarixə baxdıqda baş sözünün türk dilində
rəhbər titul mənasına gələn bir çox adlı olduğunu görürük. Məsəl üçün onbaşı, yüzbaşı, minbaşı, elbaşı, elbaşının tərs kombinasiyası olan Basil Yunanlarda qarşımıza çıxır. Bu haqda Firidun Cəlilov geniş formada yazıb və eyni ilə Firidun Cəlilov hay ermənilərdən danışarkən göstərir ki, demək haylar bir türk məbədini özlərinə məbəd kimi qəbul etdi və mətndən məlum olur ki, burada məbədin başçısı Basqamdır. O Basqamı Firidun Cəlilov göstərir ki, buradakı Basqam əslində başqam deməkdir. İndi fikir verin, elbaşı Basil və eyni ilə başqam və onun tərsi olan Kambis, Kambaş. O Kambaşı biz sadəcə olaraq bilərəkdən və ya bilməyərəkdən Kambis kimi göstərmişdilər. Yəni demək ki, nə baş verdi? Mən qeyd etdim ki, Hind-Avropalıların bir hissəsi Xəzər və Aral gölünün arasından üzü aşağı gəlmiş, günümüz Əfqanistan ərazisində iki hissəyə ayrılır. Bir hissə Hindistana gedir, növbəti bir hissə isə Əmarəsinə gəlir və burada Bars türkləri ilə rastlaşır. Bu bizim eramızdan əvvəl 8-ci əsrə təsadüf edir və daha sonra Bars türkləri ilə mələzləşən, qarışan Aryan boyu bundan sonra Türk boy adı ilə Bars kimi xatırlanır. Bu Bars perslər demək mələz bir xalq idi. Yəni Türk ilə Aryan kültürünü iç-içə yaşayırdı. Və bunların bəyi daha sonra Astiaka xoş gəlmək üçün nedir? Türk inancını yaşadır. Və bu səbəbdən də ona verilən titul Kampis idi, Kambaşı idi. Kambaşı. Və o öz oğluna Qor adını verir. Yəni ki, eyni ilə Türk inancında olan Qor kültürünü yaşadacaq biri olduğunu göstərir. Ortada qalan yeganə sual bu idi ki, Astiakın, Üst ağanın oğlu var idimi? Bəzi mənbələrə görə bəli oğlu var idi. O oğlu hara getdi? Əcəli ilə mi öldü? Yoxsa Kampis onun tərəfdarları tərəfindən mi öldürüldü? Və bundan sonra artıq Astiak öz hakimiyyətini qızının nəvəsinə verməyə məcbur oldu artıq, çünki başqa varisi yox idi. Və Astiak da elə bu formada vəfat etdi. Lakin həmin o Qor, Kir, Böyük Kir kimi tarixdə xatırlanacaq, hakimiyyətə gəldikdən sonra indiyə qədər Astiak zamanında Mad Türk kültürünə davam etdirəcək bir nümayəndə kimi özünü göstərməsinə baxmayaraq artıq Fars kültürünü Türk kültürünün üzərinə inşa etməyə çalışdı. Və elə bu səbəbdən də Astiak şahın nəslindən olan, soyundan olan bir şəxs üsyan qaldırdı, hakimiyyətə gəldi. Və bu şəxsə Qamata deyilir və Qamata da artıq göründüyü kimi Kam və ata sözündəndir. Yenə bir tituldur. Bir rəhbər, Maatada olduğu kimi qurtarıcı sifətidir. Hər hansısa bir şəxs adı deyil. Lakin 7 aylıq dövrdən sonra Qamata öldürülür və bunun üzərinə yenidən Əhəməninin, yəni həmin Kampis ilə Qorun sülaləsi olan Fars Mələz boyunun soyundan olan Əhəmənilərin növbəti qolundan olan Dara hakimiyyətə gəlir. Və artıq bu Dara zamanında bizim bildiyimiz bütün saxtalaşdırmalar baş verdi. Türk kültürü, Mada Türk inancı, kültürü tamamilə məhv edilməyə çalışıldı və bu Dara'nın yaratdığı Əhəməni sülaləsi də Böyük İskəndərin bu əraziləri eramızdan əvvəl 330-cu illər ətrafında işğalına qədər davam etdi. Və indi buna ən gözəl nümunə nədir? Fikir verin. Demək ki, burada Farslar öz kültürünü Türk kültürü üzərinə inşa etmək istəməyinin ən gözəl bariz nümunəsi budur. Türklərdə Tanrı məngü olan bir fayda var. Artıq məngü sözünün dilimizdə olan min, çoxluq mənasına gələn söz kökü ilə eyni olduğunu, burada n-nın nıqlaşması ilə məngü türk dilində əbədi sonsuz mənasına gəldiyini görürük. Fikir verin. Türklər Tanrı məngü dedikdə əbədi, sonsuz Tanrı deməkdir. Burada Tanrı məngüdə t səsi götürərək Farslar Angra Manu sözünü şər tanrısına çevirdi. Fikir verirsinizmi? Demək ki, Farslar Mada kültürünü məhv edir və onun Tanrı məngüsünü, yəni əbədi tanrısını özlərinin şər qüvvəsinə çevirir. Və bunun üzərinə yazılan, saxtalaşdırılan Avestada türklər şər qüvvəsi, onun tanrısı Tanrı məngü artıq Angra Manu olaraq demək şər qüvvəsinə çevrilir. Və indi biz Dədə Qorqudda iç və dış Oğuzun savaşını daha sonra Kiaksar şah zamanında Kiaksar və Mad boyları ilə Sak boyları arasında olan savaş kimi, daha sonra Sakların məğlub olmasından sonra Mad boyları ilə
Bars boyları arasında olan savaş ve bunun davamı kimi Şahnaməni yazan Firdevsi'nin İran-Turan savaşı kimi yazdığını görürük. Yani dolayısıyla bax, həmin farsların Türkə qarşı olan həmin o nifrəti, bəlli olmayan nifrəti demək Tanrı məngünü anqramangiya çevirərək gələn bir kültürdür, inancdır və madlara qələbə qazanan birinci Dara və bu səbəbdən sevinclə Bistun yazıtlarında yazaraq göstərirdi ki, baxın, mən artıq qələbə qazandım. Artıq mad kültürü üzərində Pars mələz kültürünü inşa edəcəm. Geriyə qalan növbəti yeganə sual mənə elə gəlir ki, burada Kirə kömək edən Astiaqın baş sərkərdəsi olan Harpaqın adıdır. Harpaq nə deməkdir? Dilçilər edir ki, har sözü demək Hind-Avropa dillərində tutmaq, qapmaq mənasına gəlir. Har sözü ümumiyyətlə qeyd edim ki, ilk dildə ik və ir birləşməsindən formalaşan sözdür. Qırmaq, axar söz kökü ilə eynidir və bu sözdən bir çox dildə sözlər yaranmışdı. Lakin buradakı har sözü bununla bağlı deyil və Harpaqın sonundakı pak hissəsini dilçilər bilinməyən bir fonetik əlavə olduğunu qeyd edir. Lakin biz Harpaq sözünü anlamaq üçün Kürşad adına baxmalıyıq. Kürşad adı Göytürk döneminde olan bir şahzadənin adıdır. Lakin bu şəxs adı deyil. Yenə bu bir tituldur. Kür sözü Türk dilində igid, cəsur mənasına gəlir. Kür sözündən dilimizdə qırmaq sözü var. Həmçinin kür sözü var. Məsəl üçün nadinc, dəcəl, pəsapa sığmayan bir nə deyirik? Kür. Kür sözü həmçinin qəhrəman mənasına gəlir. Şad isə artıq qeyd etdiyim ki, üst sözündəndir və mənbələrcə bəllidir ki, türk sözüdür və şahzadə mənasına gəlir. Demək ki, Kürşad nədir? Hərbi, güclü rəhbər, qəhrəman deməkdir. Eynən Harpaq əslində demək buradakı Kürşad sözündə olan kür sözü və sonundakı pak hissəsi isə bizim bildiyimiz bəy sözündən başqası deyil. Yəni Harpaq və ya Kürşad demək qəhrəman rəhbər deməkdir. Görünür ki, sərkərdə titulu olaraq verilmiş bir ad olmuşdur. Və 2-ci Kir 530-cu ildə Massagetlərin üstünə hücum edir. 2-ci Kir Tomris tərəfindən məğlubiyyətə uğrayır. Bundan sonra oğlu 2-ci Kampis hakimiyyətə gəlir və 2-ci Kampisi artıq qeyd etdiyim kimi Misirdən geri qayıdır. Çünki eşidir ki, Qamat adlı biri üsyan qaldırıb hakimiyyəti ələ alıb. Yolda gələndə bilinməyən səbəblərdən Misir səfərindən geri qayıdarkən ölür və hakimiyyəti Qamata ələ alır. Artıq qeyd etdiyim ki, bəzi mənbələrdə həmin Qamata demək Astiaq şahın nəslindən idi. Daha sonra onu yıxaraq Dara hakimiyyətə gəlmişdi. Və demək ki, müəyyənləşdirdik ki, Parslar Astiaq şah dövründə mələz bir xalq idi və bu mələz xalqın Türkə yaxın olan bəyi madlara xoş gəlmək üçün özlərinə Kanbaşı demişdi və oğluna Qor kültüründən Qor demişdi. Lakin o daha sonra Fars kültürünü, Mada kültürünün üstünə inşa etmək istədikdə hakimiyyəti Qamata ələ alır. Lakin bizi Dara tərəfindən öldürülür və bizim bildiyimiz bütün Mada kültürü və bunun üzərinə sıfırlanmağa çalışılmışdı. Və bu yüzden də həmin dövr geniş formada yenidən araşdırılmalıdır, oxunmalıdır. Madanın paytaxtı Ökbatandır. Ökbatan Fars mənbələrində Hanqamat kimi gedir və Yunan mənbələrində isə Ökbatan kimi gedir. Buradakı ök sözünü artıq qeyd etdiyim kimi Tanrı mənasına gələn ök sözüdür. Batan sözü isə şəhər mənasına gələn söz olmuşdur. Biz bir çox toponimdə batan sözünü görürük. Lakin bu batan yerə batmağı ifadə edən söz deyil. Bu türk dilində olan xalq mənasına gələn bodun sözü, bütün sözü və bədən sözü ilə eyni kök olan sözdür. Hansı ki, güya ki, ərəb dilinə aid edilən vətən sözü ilə də eyni kökdür. Dolayısıyla Ökbatan, yəni imanlı xalq və ya imanlı şəhər demək olmuşdur. Mənə elə gəlir ki, yetərincə danışdıq. Bu yüzden də artıq mövzunu bitirirəm. Çox sağ olun Rəşad bəy.